Türkiyədən Azərbaycana gələn hüquqşünaslar və Türkiyə Vəkillər Kolleqiyasının üzvləri ilə görüş keçirilib. Belə ki, əqli mülkiyyət hüquqlarının qorunması üzrə ixtisaslaşan və bir çox görkəmli sənətkarın hüquqlarını müdafiə edən vəkillər Şükrü Sarıdərə, Muammer Uysal və İbrahim Göksu burada olan söz yazarları, bəstəkarlar və digər sənət sahələri üzrə əsər sahibləri ilə dialoq aparıblar. Tədbirdə çıxış edən bir çox bəstəkar, varislər müəllif hüquqları barədə zəngin məlumatlarını bizimlə bölüşdülər. Çox sevindim ki, nəhayət ki, televiziyalardan biri məhz bununla bağlı bir tədbir keçirdir, bunu çəkir. Türkiyədən məhz bu işlə məşğul olan təşkilatların nümayəndələri gəlib, vəkillər gəlib. Çox bəyəndim bu tədbiri, çox razı qaldım, çox şad oldum televiziyanın adına, bu tədbiri təşkil edənlərin adına ki, belə bir nəhayət ki, belə bir tədbir keçirildi. İnanıram ki, bunun nəticəsi çox gözəl olacaq.